Dam örtükləri, dəmir-beton məmulatlar, izolyasiyalı panellər və müxtəlif qurğular. Ağdam Sənaye Parkında istehsal edilən bu məhsullar işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işlərində istifadə olunur. Ağdam Sənaye Parkının fəaliyyəti həm də mühüm sosial əhəmiyyət kəsb edir. Burada yaradılan minlərlə iş yeri bölgəyə qayıdan keçmiş məcburi köçkünlərin məşğulluğunu təmin edir. Sənaye Parkında çalışan gənclər öz gələcəklərini məhz burada qururlar. Hazırda parkda 13 müəssisə var. Biz hal-hazırda yüksək gərginlikli dirəklər istehsal edirik. Yəni elektrik quraşdırma ilə bağlıdır bu müəssisəmiz. Müəssisəmizdə 17 nəfər fəaliyyət göstərir, 17 bir növbədə və 15-i Ağdamlıdır. Kəngərlidən, Sarcaldan, Ağdam şəhərinin özündən əməkdaşlarımız var. Avadanlıqlar bəli, müasirdir. Sənaye Parkında 30 rezident, 5 qeyri-rezident fəaliyyət göstərir. Bu müəssisə avtomatika və telemexanika vasitələrinin istehsalı ilə məşğuldur və bu müəssisədə istehsal olunan avadanlıqların sayəsində Azərbaycan dəmir yolları müasir standartlara uyğunlaşdırılır. Bizim zavodumuz dəmir yolu avadanlıqlarının istehsalı ilə məşğuldur. Yəni daha dəqiq desək, avtomatika və telemexanika sistemlərinin istehsalı ilə məşğuldur. Bu istehsal sayəsində biz regionda, eyni zamanda öz ölkəmizdə dəmir yol xəttlərinin müasir standartlara cavab verən şəkildə gətirib çıxara bilirik. Müəssisəmizdə 30-dan artıq işçi hal-hazırda rəsmi olaraq fəaliyyət göstərir. Bunların böyük əksəriyyəti keçmiş məcburi köçkünlərdir ki, onlar da hal-hazırda burada daimi əsaslarla işləyirlər. Bu gün Sənaye Parkında fəaliyyətini davam etdirən müəssisələrin uğurları bir daha göstərir ki, işğaldan azad edilən ərazilər qısa müddətdə ölkə iqtisadiyyatında mühüm rol oynamağa başlayıb. Rəşidə Zülfüqarova, Elnur Tofiq, Elmin İsfəndiyarov, ASTV Xəbər.